ki mənə kömək eləmirdi ki, bir demirdi ki, get oradan al, bunu al, bunu al. Özüm gəzə-gəzə o istidə 45-50 dərəcə Dubayın istisində. Yaxşı ki, ingilis dilim var idi, uşaqlıqdan onu oxumuşam, o mənə çox böyük bir təkan oldu. Dostlaşdım bir ərəblə, bu birisi Filistinli ilə, o dükanla, bu dükanla. Hərəsindən 5-6 minli mal aldım və əlavə bizə nisyə də verdilər. 2011-ci il Azərbaycanda ümumiyyətlə tuning anlayışı çox az idi. Elə anlar var idi ki, dükanın qabağında 10-11 ədəd Qalenbagin yığılırdı çöldə. Mən Zeynalov Arif, 1987-ci ildə 14 dekabrda anadan olmuşam. Azart Qrup şirkətinin rəhbəriyəm. Düşünün ki, cavan oğlan, avtomobil həvəsində olan, hər zaman o uşaqlıqda bahalı avtomobillərə izləyirdik, baxırdıq və bugünkü gündə o avtomobillərin yerində canlı izləyə bilirəm hər gün. O mənim uşaqlıq bir arzum idi və Azərbaycanda elə bir yeri yaradım ki, tək və qeyri-adi yalnız bizdə olsun. Həmişə baxmışıq, izləmişik xarici kanallardan, videodan, YouTube'dan və bugünkü gündə o yerləri Azərbaycanda açdıq. Yəni doğrudan da çox çətinliklər görmüşük və görürük hələ də. Yəni insanlara demək istərdim ki, doğrudan da heç vaxt gecə əlinizi buraxmayasınız, üzməyəsiniz. Bu stressdir, problemdir, həyatda hər zaman olur. Olarsız da yaşamaq mümkün deyil. Düşünün ki, biz hər gün o stressdən üzbəüz gəlirik. Hər gün neynəsə rastlaşırıq bu problemlərin, amma dayanmırıq, irəli gedirik və çalışırıq, ayaq üstə qalaq, daha da güclü olaq. Az, çox nəyəsə nail olmuşuq. Bugünkü gündə adla tanınırıq. Yəni, ən gözəl, ən çətin bir şey ad saxlamaqdır bu həyatda. Düzgün və çünki imkan ola bilər, hər şey ola bilər həyatda, amma adını, sanını saxlamaq, yəni bir dəqiqənin içində itirə bilirsən. Bu həyatda çox çətinliklə rastlaşmışıq. Yəni, kim deyə bilər ki, bu insan rahat şəkildə nəyəsə nail olub, o deyil. Yəni, heç vaxt kiminsə arxasınca düşünmün ki, bu rahat bir həyat yaşayıb. Bu insan, hər bir insan çox böyük bir problemlərlə rastlaşa bilər və arxasında nə olubsa, görməmişsinizsə, xahiş edirəm, danışmayın. Mən də bir insan kimi hər yerdə işləyəndən sonra işlədim bu şirkəti qurum. Gəlin, qayıdım, istəyirsiniz, lap uşaqlıqdan məktəbi qutardım. Universitetə qəbul olmadım. Bu bir uşaqlar kimi rahat şəkildə həyat başlamadı. Çətinlik gördüm və ilk okuldan, birinci sinifdən əskərliyə gedən mən oldum. Getdim, şükür Allah, boynumuz, buxumuz var, normal. Əskərliyimizi də çəkdik, gəldik. Çətin də olsa da, xəstəliklər keçirsək də. Amma sağlam geri döndüm evimə və düşündüm ki, bundan sonra işləmək lazımdır. Sabah mən ailə başçısı olacağım, sabah mən nə vaxtsa şirkət rəhbəri olmaq istəyirəm və mənim də bir öz